Müğənni Nura Suri özünü məşhur Amerikalı aktyor Jim Carrey ilə müqayisə edib. Publika xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib. Stat: Jim Carrey illərlə açıq deyirdi ki, Hollywooddan yorulub. Şöhrət, media, rol oyunu, sənaye təzyiqi onu bezdirib. I have enough, I have done enough, I am enough. Yəni, mən bu oyundan yoruldum. Sistemə qarşı açıq danışdığına görə onun müsahibələri çoxuna qəribə gəlirdi. Çünki Hollywoodda çox adam danışmır, danışa bilmir. Jim isə şöhrətin illüziya olduğunu, Hollywoodun saxta olduğunu, insanların maska taxdığını, sənayenin çox süni işlədiyini açıq şəkildə deyirdi. Bu da sistem üçün narahat adam obrazı yaradırdı. Mən də bizim camiyyədə narahat adam obrazındayam. Jim artıq Hollywoodun rahat adamı deyildi. Bu səbəbdən onun ictimai obrazını dəyişib, daha qaranlıq, daha fəlsəfi, daha siyasi, daha spiritual, problemli bir fiqura çevirdilər. Jim Carrey haqqında bir video gördüm. Özümün də rahat adam olmadığım yadıma düşdü. Valla elə mənim də haqqımda o qədər uydurma, həqiqəti əks etdirməyən şairlər danışırlar ki, məqsəd isə ictimai obrazımı dəyişib hörmətdən salmaqdır. Dünya ulduzlarının başına gələnləri görəndə özümə şükür edirəm. Bilsəm ki, sabah öləcəyəm, bugün bir video çəkib bütün həqiqətləri cəmiyyətimizin özünə çılpaqlığı ilə demək istəyərdim. Bunu etmədən ölmək istəmərəm. Statın sonu.